Deməli, bu gün martın 1-i hardasa 3 gün əvvəl yaratdığımız endirim kampaniyasından yararlanan müştərilərin döşəklərini götürürük. Hal-hazırda Binəqədidəyik, buradan gedirik Biləcəriyə. Yenə də oradan da təşkil edib paylaşacağıq sizinlə. Endirim hələ ki davam edir, qısa müddətə təyin olunub. Fürsətdən yararlanın. Biləcərdən götürdüyü döşəklərimizi buradan gedirik Yasamala. Təkrar nəzərinizə çatdıraq ki, endirimimiz hələ ki davam edir və endirimə daxildir. 2 döşək və daha artıq verən müştərilərimiz üçün 2 yastıq pulsuz yuyulacaq, köçürməcləri yenisi ilə əvəz olunacaq. Və taxt döşəyi 35 deyil, 30 manat, tək nəfəri 25 deyil, 20 manatdan yuyulacaq. Endirimimiz qısa müddətə nəzərdə tutulub, yəni bunu yadda saxlayın, fürsətdən yararlanın. Deməli, Fatımaya gəldik, döşəkləri götürdük. Yasamala gedəcəyimizi demişdik bayaq, amma Yasamal zəngi açmadı. Nə birbaşa nömrəyə də zəng vurduq, açmadı, WhatsApp-da çağırmadı. Belə olduğu halda bizə geri dönüş eləyib, niyə məndən döşəyi götürmədiniz deməyin, xahiş edirik. Bayaq dediyim kimi, Fatımaydan götürdüyünə bir dənə taxt döşəyi, tək nəfərlik döşəyi, bir dənə tək nəfərlik yorğan, 3 dənə də yastıq. Yastığın ikisini pulsuz qeydə aldıq, birini isə ödənişlə, yəni yuyulacaq. Buradan gedirik deməli haram? 8 noyabr prospekti, Bakıxanov və Zığ yolu. Yenə də təkliflərimizi eləyib paylaşacağıq. Deməli razıyındayıq. Buradan da döşəklərimizi götürdük. İndi isə gedirik 8 noyabr prospektinə. Noyabr prospektindən götürdük döşəkləri. Bundan əvvəl də Zığ yolu dediyimiz, yəni Xətai rayonundan da götürdük. İndi Alatavadayıq. Bugün işimizi yekunlaşdırdıq. Bugün martın 1-i. Deməli, endirimin bitməsinə 3 gün qalıb.